Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Kosalı kənd sakini Aytaç Məmmədovanın meyti tapılıb. 45 gün əvvəl müəmmalı şəkildə itkin düşən və özünü Kür çayına atdığı ehtimal edilən Məmmədovanın cəsədi çaya düşdüyü ehtimal edilən ərazidən 40-50 metr aralıda aşkar edilib. Hadisə yerinə çağrılan hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən meyit sudan çıxarılıb və ekspertizaya göndərilib. Hazırda ekspertizanın nəticələri gözlənilir. Xatırladaq ki, Aytaç Məmmədova 45 gün əvvəl naməlum şəraitdə itkin düşmüş və onun sonuncu dəfə Kür çayı sahilində görüldüyü bildirilmişdi. İtkin düşdüyü gündən bəri ailəsi və yerli sakinlər tərəfindən axtarışlar davam etdirilirdi. Hazırda Gürcüstanın hüquq mühafizə orqanları hadisənin səbəblərini araşdırır. Ekspertizanın nəticələrinə əsasən Məmmədovanın ölüm səbəbi dəqiqləşdiriləcək. Aytaç Məmmədova Tbilisi Dövlət Universitetinin 2-ci kurs tələbəsi idi və o təhsili ilə əlaqədar paytaxtda yaşayıb.